Surəsinin demək 27-ci ayəsindən başlayaraq təcvid qaydasında təhlillərini verməyə çalışacağım. Bismillahirrahmanirrahim. Fələmmə rəəvhu zulfətən siət vucuhullezine kəfəru. Bax, bura qədər indi inşallah təhlilə aparaq. Fələmmədə fə hərfi incə samitlər qrupuna aiddir. Ləmmə dedikdə burada idğam mə'al gunnədir. Yəni burunda sıxılacaq mim hərfləri 2 saniyə müddətində təxminən sıxılacaq və 2 məd qədər də səs qaldırılacaq. Çünki burada mim hərfindən sonra təbi mədli hərf əlif gəlir. Fələmmə rəəvhu.